Nuranə, hər vaxtınız xeyir olsun. Bəli, Xarici İşlər Nazirliyinin qarşısındayıq və həmin bəyanat 27 sentyabr anım günündən bağlıdır. Belə ki, bəyanatda qeyd olunur ki, 5 il öncə 27 sentyabr tarixinə qədər nə qədər çağırışlar olsa da, müraciətlər edilsə də Ermənistan tərəfi öz vəkillik siyasətindən əl çəkmirdi və Azərbaycanın nəinki hərbi obyektləri, eyni zamanda mülki obyektlərdə, mülki insanlarına da zərər görürdülər və bu istiqamətdə Azərbaycan ordusu qarşılıqlı əməliyyata, qarşılıq olaraq əməliyyata başladı. Dəmir yumruq əməliyyatı adı ilə başlayan 44 günlük vətən müharibəsindən bitdi və Azərbaycan bu vətən müharibəsində qələbə qazandı. 8 noyabr tarixində artıq Şuşa azad olundu və beləliklə müharibə sonlandırıldı. Bu sonlanmanı isə 10 noyabr tarixində Azərbaycan Respublikasının prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının prezidentinin üçlü formatında görüşü tətbiq olundu və burada kapitulyasiya aktına imza atıldı. Beləliklə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Daha sonra yenidən sülh prosesi üçün müraciətlər olunurdu Azərbaycan tərəfindən, ancaq müəyyən problemlər əsnasında Azərbaycan ordusu təxmini olaraq 23 saat 43 dəqiqə ərzində 2023-cü ildə 19 sentyabrdan 20 sentyabra keçən gecədə lokal xarakterli antiterror əməliyyatı həyata keçirildi və bu əməliyyat zamanı Azərbaycanın Xankəndi, Xocavənd, Xocalı istiqamətləri də düşməndən tam formada azad edildi və Azərbaycan artıq son 2 ildir ki, ərazi bütövlüyünə yanaşı suverenliyini də tam şəkildə bərpa edib və Azərbaycan bayrağı Qarabağ, eləcə də Şərqi Zəngəzurda dalğalanır deyə qeyd olundu və bu istiqamətdə də yenidən sülh prosesinin imzalanması, sülh müqaviləsinə artıq imzaların atılması üçün müraciətlər, danışıqlar həyata keçirilirdi və bu istiqamətdə 2025-ci il avqustun 8-də artıq Amerika Birləşmiş Ştatlarında, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump, eləcə də Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin birgə iştirakı ilə sülh müqaviləsinin paraflanması qeyd olundu və bu da onu deməyə əsas verir ki, həqiqətən də Azərbaycan ordusu çox güclü və qüdrətli, Azərbaycan siyasəti isə olduqca təqdirə layiq formada davam etdirilir. Bir daha qeyd edirəm ki, 27 sentyabr tarixi ilə bağlı 2020-ci ildə ölkə başçısı Prezident İlham Əliyev tərəfindən sərəncam imzalandı ki, anım günü kimi qeyd olunsun. Çünki bu vətən müharibəsinin uğuru məhz Azərbaycan şəhidləri sayəsində oldu ki, 3000-ə yaxın şəhidlərimiz oldu və onların sayəsində Azərbaycan bayrağı bütün Qarabağ və Şərqi Zəngəzurda dalğalanır. Ona görə 5 ildir ki, Azərbaycan xalqı 27 sentyabr tarixinə anım günü kimi qeyd edir və anım günündə şəhidlər xiyabanına üst tutanlar, eləcə də Zəfər Parkına, Qənimətlər Parkına üst tutanların sayı və ardı arası kəsilmir. Çünki Azərbaycan xalqı öz şəhidlərinin xatirəsini yad edir və onları anırlar. Çatdıracağım informasiyalar Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatdan hələlik bundan ibarətdir və sözü yenidən sənə ötürürəm.